Salam, hər birinizə yeni izah videosuna xoş gördük. İzah videomuz güvənin quizləridir. 2021-22 illərinə aid olan güvən quizlərinin 11-ci sinif 4-cü qrup səviyyəli quizləridir. İndi bunlar səviyyəni özləri veriblər. Vaxt olduqca sistematik olaraq bunların izahını çəkib paylaşacağım sizinlə. İstifadə eləyərsiniz daha doğrusu. İstifadə eləyib nə, heç nə. Davam edək. Birinci sualdan başlayırıq. X su qarışığı emulsiya, Y su qarışığı suspenziyadır deyir. Əgər X su qarışığı emulsiyadırsa, X maye haldadır. Maye həll olmayan emulsiya olurdu. Y su qarışığı suspenziyadırsa, bu bərkdir. Bərk maye həll olmayan qarışıqlar, həll olma baş vermirsə, suspenziyadır. Düzgün olan ifadəni istəyir. Deyir, Y su qarışığını süzməklə ayırmaq olar. Xeyr, olmaz deyir. Amma olar. Bərk maddə suda həll olmursa, süzərik, ayıra bilərik. Səhvdir. X mayedir, bəli. Y bərkdir, bu da bəli. Cavab 2-3 variant olacaq. İkinci suala baxırıq. Homogen, heterogen su ilə əmələ gətirirdi. Yəni, suda həll olanlar, xörək tozu metanol həll olur. Demək, 2-3-də həll olmayacaq. C variantı, heterogen. Spirt su ayrılma üsulu distillə idi. Buxarlandırmadırsa bu, xörək tozu su olar, dostu. Qum suda süzərək ayırma, B variantı. Deməli, bərk halda olan X, Y, Z maddələri qarşılığından X-i hansı həlledicidən istifadə etməklə ayırmaq olar? Biz burada X-i həll edərək də ayıra bilərik. Yəni, yalnız X-i həll eləsin, digərləri həll olmasın. Belə bir həlledicimiz varmı? Xeyr. Suyu məsələn əlavə eləsək, X-dan Y eyni zamanda həll eləyir. Spirti əlavə etdikdə X və Z eyni zamanda həll edir. Bizə lazımdır ki, X tək qalsın. Onda həll olmama cəhətdən baxsaq, elə həlledici götürək ki, X-i həll eləməsin, digər ikisini həll eləsin. Bu da xlorform. Yəni, X, Y, Z olan bir qaba xlorform əlavə eləsək, bu zaman verilən cədvələ əsasən bu Y və Z-i həll eləyəcək. X həll olmadığı üçün bunlardan ayrılmış olacaq. Yalnız xlorformdan istifadə edə bilərik. 5-ci sualda doğru variantı müəyyən edin. Ərimə qaynama temperaturu verib. Nə öyrənmişdik? Əriyənə qədər bərk, ərimə qaynama maye, ərimə qaynama arası maye, qaynadıqdan sonra qaz. Bunların hər birinə ədəd oxu kimi baxın, verilən temperaturları yerləşdirmək lazım. 30 dərəcədə hər üç maddə maye haldadır. 30 bura və bura düşür. Bəli, hər üçü maye haldadır. Doğru cavab A-dır. Digərləri niyə səhvdir? Mənfi 10-da hər üçü bərk haldadır. Mənfi 10-da, bəli, X bərkdir. Y də bərkdir. Z yox. Z-in mənfi 10-u 15-dən sonraya düşür. Olmaz. 80-də hər üçü qaz halındadır. Xeyr, 80-də elə X mayeyə düşür. 15-də X bərkdir. Xeyr, 15-də X mayedir. 0-da Y mayedir. 0-da Y bərkdir. Ərimədən əvvələ düşür. 6. Maddənin istilik udması nəticəsində verilən istilik udur. Bəli. Temperatur dəyişməsini verib. Yəni, temperatur, istilik qrafiki, uyğunluğu müəyyən edin. Deyir, A qaynama burada buna qaynama temperaturu da ola bilər, ərimə temperaturu da ola bilər. Əgər bu qaynama temperatursa X və Y-in aqreqat halındadır. Əgər bu ərimə temperatursa X və Y-in ərimə, daha doğrusu aqreqat halı nədir kimi baxacaq. Qaynama temperaturu. Qaynamanın sərhədləri nədir? Bir maddə qaynayırsa, bu bərkdən, bağışlayın, mayədən qaza keçir. Yəni, əgər A qaynama temperatursa, mayədən qaza keçməlidir. Bu doğrudur. Əgər ərimə temperaturudursa, A ərimədirsə, ərimə nə zaman baş verir? X bərk olsun, bərkdən Y mayeyə keçsin. Bərkdən bu da doğrudur. Bu səhvdir. Qazdan mayeyə, yox, bunu maye versəydi düz olardı. Bir də verib onu. Bu da yəqin ki, səhv olacaq. Bir dəyən baxın, mayedən, bəli, ərimə temperaturudur. Cavab 1 və 2 A variantı olur. Fiziki xassələri müəyyən edin. Deyir, əksər metallar yüksək temperaturda ərimə fizikidir. Müəyyən edin deyir. Bu doğru. Əhəng daşı qızdırıldıqda parçalanır. Əhəng daşı parçalandıqda 2 yeni maddə alınır. Bu kimyəvi xassədir. Nitrat turşu metallar reaksiya kimyəvi xassədir. Yüngül sıxlıqdır, sıxlıq
fiziki xassədir. 1 və 4 D variantı. Kondensasiya qazın mayaya gəlməsidir. Sublimasiya bərkin qaza gəlməsidir. Deməli X qaz, Y maye, Z bərk D variantı. Hansı elementi əmələ gətirir bəs maddə adi şərtdə bərk haldadır? Xlor getdi, oksigen getdi. Allotrop şəkil dəyişməsi var. Çox atomludur. S8P4 hər ikisində allotrop 2 var. 1 və 2 variantı. Şəkildə əsasən X, Y hansı hal doğru göstərilmişdir? Bu demək istəyir ki, yəqin bu həll bir-birindən olmayan mayələrdir. Deməli, su spirt olmaz, təbəqə əmələ gətirməz. Su yağ olar, neft su olar, amma su aşağıda qalsın. Yalnız 3 variantı. Yaman hamısı A variantı çıxır. Mürəkkəb maddəni müəyyən edin. Ozon bəsitdir, alüminium bəsitdir, dəmir bəsitdir, kükürt 4-6 oksid SO3. Bunu təzə yeni keçən şagirdə biz belə demişdik ki, bəsit tap. Bəsitlər də ya element adı ilə göstərilir, ya da allotropik adı ilə. Məsələn, ozon allotropik adıdır, deməli mürəkkəbdir. Bəsitdir, bağışlayın. Alüminium element adıdır, deməli bəsitdir. Dəmir element adı deməli bəsitdir. Kükürt 6 oksid adlı nə element adı yoxdur, nə də allotropik adı yoxdur. Ona görə o mürəkkəb götürür. X, Y və Z maddələrin əmələ gətirir qarışıqlar verilmişdir. Hansı ifadələr doğrudur? Deməli, bu burada görürük ki, X, Y-də həll olunur və X suda, Y-in sıxlığı X-dan çox deyil. Sıxlığı çox olan aşağıda qalır. X suda həll olur, bəli, X su ilə eyni yerdədir, görürsünüz. Y su qarışığı emulsiyadır. Y su. Bəli, Y suda həll olmayıb, emulsiyadır. Həll olmayan mayələrdir. X su qarışığını durultma ilə X su, xeyr, distillə ilə ayıra bilər. Cavab 2-3. Y variantı. Hansı ifadə doğrudur? Almaz bəsit maddədir, bəli, allotropiklər bəsit idi. Kükürt adı şərtdə 1 atomlu bəsit maddə əmələ gətirir. Kükürt S8 idi, çox atomlu idi. Karbon qazı mürəkkəb maddədir, bəli, CO2. Azot adi şərtdə qaz haldadır, bəli, N2 qazdır. Fosfor allotropik şəkildə dəyişmə əmələ gətirir, bəli, kopsiz. Demişdik ki, bunların allotropik şəkil dəyişmələri var. Brom və xlor adi şərtdə, brom mayedir, xlor qazdır, xeyr. 1, 3, 4, 5, nə çox düz cavab çıxdı. Uyğunluq. A dərəcədə aqreqat halı eyni olan maddələr. Mənfi 10. Hara? Bu dərəcələri hamısını yerləşdirək, baxaq. Mənfi 10 düşür bura. Mənfi 10 düşür bura. Mənfi 10 düşür bura. Demə, mənfi 10 da Y və Z eyni aqreqat haldadır. 0. 0 düşür bura, 0 bura, 0 bura. X və Y. 50 dərəcə. 50 bura, 50 bura, 50 bura. Y və Z. 70 bura, 70 bura, 70 bura. Bu da bura düşür. Aha. 100 dərəcə. 100 bura və bura düşür. X və Y. Bir dəqiqə. X və Z heç nə getmədi. X və Z heç nə getmədi. Neysə səhv baxdıq ki, 10 dərəcə. Mənfi 10 bura düşür. Bağışlayın. Mənfi 10 bura düşür. Bunu burada səhv yazmışam. Mənə baxayım. Bu bura düşür. Bura düşür. 100 dərəcə X. Bura düşür. 100 dərəcə X, Y düşür. Hər ikisi üçün eyni. Mən Y, Z niyə yazmışam? Bir də baxın buna. Mən nəsə yanlışlıq elədim. Mənfi 10 düşür bura. Biraz rəqəmlər bizi çaşdırdı. Mənfi 10 düşür bura. Mənfi 10 düşür bura. X və Z. 0. 0. 0. 0. X, Y. Sinək bunları ki, çaşdırmasına. 50. 50. 50. 50. Y, Z. 70. 70. 70. 70 bura düşəcək. Y və Z. 100. 100. 100. X, Y. Bəli. Şükür düzəldə bildik rəqəmləri. Saf maddə. Benzol saf maddədir. Bəli, A.
Xörək duzu su homogen qarışıqdır. Sulfat turşusu saf maddədir. Neft su heterogen qarışıqdır. Hava homogen. Bu da son sualın izahı. Sağ olun, hələlik.